Saat 20 xəbər axşamı başlayır. Əvvəlcə anonslar. Amerika Birləşmiş Ştatları vitse-prezidenti James David Vance Azərbaycana rəsmi səfərə gəldi. Prezident İlham Əliyev vitse-prezidentlə məhdud və geniş tərkibdə görüşdü. Bakıda Azərbaycan hökuməti ilə ABŞ hökuməti arasında strateji tərəfdaşlıq xartiyası imzalandı. Prezident İlham Əliyev və ABŞ-nin vitse-prezidenti J.D. Vance mətbuata bəyanatlarla çıxış etdilər. ABŞ vitse-prezidentinin Cənubi Qafqaza səfərinin əsas gündəliyində Azərbaycan-Ermənistan sülh müqaviləsi və TRIP layihəsi dayanır. Vaşinqton bu prosesin siyasi və praktiki baxımından məntiqi sonluğa çatdırılmasında maraqlıdır və bu istiqamətdə Ermənistandan konkret addımlar gözləyir. Azərbaycanda bütün pensiyalar indeksləşdirilərək 9,3% artırıldı. Bəs qərar nə qədər pensiyaçını əhatə eləyir? Xəbər axşamında biləcəksiniz. Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ev dustaqlığında saxlanılması müddəti uzadıldı. İtaliyanın Alp dağlarında son bir həftədə baş verən qar uçqunları 13 nəfərin həyatına son qoydu. İndi isə daha ətraflı. Amerika Birləşmiş Ştatları vitse-prezidenti James David Vance Azərbaycanda rəsmi səfərdədir. Bakıda Amerika Birləşmiş Ştatlarının vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub. Daha sonra Prezident İlham Əliyevin ABŞ-nin vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib. ABŞ vitse-prezidenti J.D. Vance Azərbaycana rəsmi səfərə gəlib. J.D. Vance'in rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağının şərəfinə fəxri qaravul dəstəsi düzülüb. Prezident İlham Əliyev Ağ Ev nümayəndəsini qarşılayıb. Qaravul, fərağat! Qaravula! Ol! Diqqət, sana! Qaravul dəstəsinin rəisi ABŞ-nin vitse-prezidentinə raport verib. Cənab Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti, sizin Azərbaycan Respublikasına gəlməyiniz şərəfinə fəxri qaravul düzülüb. Qaravul rəisi polkovnik leytenant Quliyev. Amerika Birləşmiş Ştatlarının və Azərbaycanın dövlət himnləri səsləndirilib. Azərbaycan nümayəndə heyətinin üzvləri J.D. Vance, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub. Fəxri qaravul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və ABŞ-nin vitse-prezidentinin qarşısından keçib. Sonra rəsmi foto çəkdirilib. Ardınca
Prezident İlham Əliyevin ABŞ-nin vitse-prezidenti ilə məhdud tərkibdə görüşü keçirilib. Bəli, bugün Prezident İlham Əliyevin ABŞ vitse-prezidenti James David Vance-lə geniş tərkibdə görüşü də keçirilib. Daha sonra Azərbaycan Respublikası hökuməti ilə Amerika Birləşmiş Ştatları hökuməti arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması mərasimi keçirilib. Sənədi Prezident İlham Əliyev, Amerika Birləşmiş Ştatları tərəfindən isə vitse-prezident J.D. Vance imzalayıblar. Daha sonra mətbuata bəyanatla çıxış olub. Dövlət başçısı bildirib ki, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti James D. Vance'in Azərbaycana səfəri tarixi sayıla bilər. Biz Trump-Vance administrasiyasına Azərbaycana çox müsbət münasibətə görə çox minnətdarıq. Bugün strateji tərəfdaşlığa haqqında xartiyanın imzalanması mərasimi çox ürəkdən aparılmış işin nəticəsidir və bu 6 ay ərzində getmişdir. 6 ay əvvəl Prezident Trumpla Vaşinqtonda tarixi görüş və həmin bu xartiyanın tərtib edilməsi ilə bağlı işçi qrupunun yaradılması iki tərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. Bu bizim üçün bugün böyük şərəfdir ki, strateji tərəfdaşlığımızı dünyanın ən güclü dövləti Amerika Birləşmiş Ştatları ilə qururuq. Biz həmçinin Prezident Trumpa, vitse-prezident Vance'ə və onların heyətinə təşəkkür edirik ki, onlar Qafqazda sülhə töhfə vermişlər. Ötən ilin avqustunda Ermənistan və Azərbaycan Prezident Trump'ın iştirakı ilə Ağ Evdə sazişi paraflamışlar. Biz həmçinin birgə bəyanata imza attıq və o bəyanatı həmçinin Prezident Trump şahid kimi imzaladı və növbəti 6 ay ərzində biz artıq sülh şəraitində yaşayırıq, biz buna öyrənirik və biz ABŞ-ın hökumətinə təşəkkür edirik ki, belə bir böyük bir töhfə vermişdir. Biz nəinki tranzitlə bağlı Azərbaycan vasitəsilə yüklərin daşınmasına məhdudiyyətləri aradan qaldırmışıq. O cümlədən özümüz Ermənistana neft məhsullarının ixracına başladıq. Bu da əslində ticarətin və əməkdaşlığın başlanğıcı deməkdir. Bəli, mətbuat konfransında ABŞ vitse-prezidenti J.D. Vance bildirib ki, Amerika Birləşmiş Ştatları Azərbaycanla münasibətlərdə yeni səhifə açır. Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti James Vance regiona səfərini ABŞ, Azərbaycan, Ermənistan üçbucağında ən zəif bənd olan Ermənistandan başladı. Vance'in Paşinyanla görüşündə ABŞ-Ermənistan münasibətlərində fərqli istiqamətlər müzakirə olunsa da, Bakı üçün diqqəti cəlb edən 3 məqam oldu. Birincisi, Azərbaycan-Ermənistan sülh müqaviləsinin bağlanması üçün ABŞ-nin dəyişməz mövqeyinin ifadəsi, ikincisi, bunun üçün Paşinyan komandasının qarşıdan gələn seçkilərdə qalib gəlməsi və nəhayət üçüncüsü, TRIP layihəsinin praktik icrasını sürətləndirmək. Əslində, hər üç məqam rəsmi Bakının da mövqeyini ifadə edir və bu istiqamətdə atılan addımları dəstəkləyir. Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması rəsmi Bakı üçün prioritet məsələ olduğundan bu istiqamətdə İrəvan bəzi tələbləri yerinə yetirməlidir ki, onlardan birincisi də Konstitusiyada dəyişiklik məsələsidir. Konstitusiyanın dəyişdirilməsi Azərbaycan üçün prinsipial məqamdır və bunsuz sülh müqaviləsi bağlanmayacaq. Ermənistanın Vaşinqtonda Trump'ın iştirakı ilə keçirilən görüşdə sülh müqaviləsinin paraflanmaqla Konstitusiyada dəyişiklik edəcəyini də şərt olaraq qəbul edib. Buna görə də ABŞ vitse-prezidenti Vance'in Ermənistana səfəri zamanı bu məsələyə toxunması və Vaşinqton sənədinə sadiqlik nümayiş etdirməsi onu göstərir ki, Paşinyan konstitusiyaya dəyişiklik məsələsini tezliklə həll etməlidir. Yəni Trump Vance vasitəsilə ABŞ-nin vasitəçilik etdiyi sülh prosesinin məntiqi solunluğuna əmin olmaq istəyir. İkinci məqam. Bu prosesin məntiqi solunluğu üçün Ermənistanda Paşinyan komandasının iyun ayında keçiriləcək parlament seçkilərində qalib gəlməsi şərtdir. Rusiyanın Paşinyanın məğlub olması üçün əlindən gələni etməsi faktı qarşısında ABŞ-nin seçkilərdə baş nazirə dəstəyi qaçılmaz olacaq. Çünki Qafqazda həyata keçirilən transmilli layihələrdə Azərbaycan apajı dövlət olsa da Ermənistanın köməkçi qüvvə kimi iştirakı labüddür. Buna görə də ABŞ və Azərbaycan parlament seçkilərində Paşinyan komandasının qalib gəlməsini istəyir. Vance İrəvana səfəri zamanı bu məsələyə toxunaraq bildirdi ki, əsl sual budur ki, sülh müqaviləsinin növbəti uğurlu mərhələyə necə keçirək? Sitat, baş nazirin gələcəyə diqqət yetirə bilməsi üçün onu necə yaxşı vəziyyətdə saxlaya bilərik? Bilirəm ki, Paşinyan tezliklə seçkilərdə iştirak edəcək. Əgər mənim dəstəyim bir şey ifadə edirsə, o dəstəyi mən mütləq ona verirəm. Çünki o, uzun müddətli tərəfdaşlıq qura bilən bir insandır. Sitatın sonu.
Bu bəyanat onu göstərir ki, ABŞ-yə Azərbaycan-Ermənistan sülh prosesini başa çatdıran və Qafqazda möhkəmlənmək üçün rəsmi Bakı ilə münasibətlər qura bilən Paşinyan hökuməti lazımdır və seçkilərdə ona dəstəyini açıq ifadə edəcək. Nəhayət, Trip dəhlizinin açılması prosesini sürətləndirməsi istiqamətində atılan addımlar. Trip layihəsi ABŞ üçün Qafqazda, Orta Dəhlizdə mövcudluq, şərqdən qərbə uzanan marşrutlarda iştirak və ən əsası Mərkəzi Asiya çıxış imkanları verir. Bu baxımdan Azərbaycan-Ermənistan sülh prosesinin yekunlaşması Vaşinqtona bu imkanlardan rahat istifadə etmək şansı yaradacaq. O cümlədən ABŞ-nin Qafqaz regionu üçün yürütdüyü siyasət hal-hazırda rəsmi Bakı maraqları ilə birəbir üst-üstə düşür. Digər tərəfdən, Vensin regiona gəlişini Qafqazda problemlər yaratmağa çalışan Kremlə və Tehrana da açıq mesaj kimi dəyərləndirmək olar. Məşhur Amerikalı analitik Paul Gobel mediaya bildirib ki, ABŞ prezidentinin və ya vitse-prezidentinin hər bir səfəri mühüm siyasi mesaj daşıyır. Onun fikrincə, Gürcüstan və ya Rusiya əvəzinə Azərbaycan və Ermənistanı seçmək Vaşinqtonun bu iki ölkənin Cənubi Qafqazdakı strateji maraqlarının bir hissəsi kimi gördüyünü ifadə edir. Gobel hesab edir ki, ABŞ hazırda Azərbaycanı regionda mühüm oyuncu kimi görür və artıq onu sadəcə postsovet məkanın bir hissəsi hesab etmir. Ermənistana gəldikdə isə o hesab edir ki, İrəvanın əhəmiyyəti müstəqil oyuncu statusundan daha çox Trip dəhlizindəki rolundan qaynaqlanır. Amerika Birləşmiş Ştatları vitse-prezidenti James David Vance mətbuat konfransında xüsusilə diqqət çəkib sülh məsələsinə və vurğulayıb ki, üç lider İlham Əliyev, Nikol Paşinyan və Donald Trump Cənubi Qafqazda sülhü mümkün eləyib. Ən vacib odur ki, Ermənistanla Azərbaycan arasında istərdik ki, sülh sazişi dayanıqlı olsun. Çünki biz bilirik ki, bu olduqca vacibdir ki, hər hansı bir toqquşma yenidən başlamasın və bu da əslində xalqlar arasında digər bir təmaslar qurulsun, mədəni sahədə təmaslar qurulsun. Biz istəyirik ki, biz birgə işləyərək bu yolla gedək. Təbii ki, sülh sazişə gəldikdə hesab edirəm ki, Prezident Əliyevə çox böyük təşəkkür düşür. Çünki Ermənistanda mən səfər etdim və Ermənistanın baş naziri və Azərbaycanın prezidenti ilə biz əlbəttə ki, bu sülh sazişini reallaşdıra bildik ki, və burada üç şəxs var idi ki, bunu reallığa çevrildi ki, bu Azərbaycanın prezidenti, Ermənistanın baş naziri və ABŞ-ın prezidenti bunu yarada bildi ki, hesab edirəm ki, bu gələcəkdə əmin-amanlıq yaradacaqdır ki, və bu hər hansı bir münaqişənin qarşısını alacaqdır ki, bu əslində prezidentin rəhbərlik keyfiyyətlərinin və prezident Əliyevin rəhbərliyinin bir təzahürüdür. Və qeyd etdiyimiz kimi, bugün Azərbaycan və Amerika Birləşmiş Ştatları hökumətləri arasında strateji tərəfdaşlıq xartiyası da imzalandı və mətbuata bəyanat oldu və detalları öyrənmək üçün indi bağlanacaq əməkdaşımız Sabir Səfərova. Sabir, Prezident Sarayındadır hazırda. Sabir, eşidirik səni. Buyur, söz səndə. Bəli, axşamı xeyir Novruz. Elə az əvvəl ABŞ və Azərbaycan arasında strateji əməkdaşlıq haqqında, tərəfdaşlıq haqqında xartiyə imzalandı və Prezident İlham Əliyev və eyni zamanda ABŞ-nin vitse-prezidenti James D. Vance burada həmən o xartiyanı imzaladılar və bu xartiyə əslində və imzalanmış bu strateji tərəfdaşlıq əslində bir sıra məsələləri əhatə edir. Burada təhlükəsizlik, burada süni intellekt, data mərkəzlərinin yaradılması və eyni zamanda iki ölkə arasında da əlaqələrin daha da inkişafı və Trip marşrutunun eyni zamanda da Cənubi Qafqazın, Azərbaycanın və Ermənistanın da burada artıq logistika sahəsində əhəmiyyətli rolu olduğunu da vurğulamaq lazımdır ki, bütün bu məsələlər ayrı-ayrılıqda həmin o imzalanmış sənədin içərisində daxildir və bununla yanaşı eyni zamanda sənəddə digər maddələrdə öz əksini tapıb və təbii ki, bununla bağlı da irəliləyən günlərdə sizə daha ətraflı məlumatları çatdıracağıq. Ümumilikdə isə onu deyə bilərəm ki, Azərbaycan və Amerika arasındakı bu əlaqələr daha da dərinləşir. Hətta həm Prezident İlham Əliyevin çıxışı olduqca səmimi və olduqca xoş tərəfli idi və eyni zamanda da ABŞ-nin vitse-prezidenti James D. Vance hətta öz çıxışında zarafat etdi və Azərbaycanın əslində olduqca tamamilə unikal və fərqli bir ölkə olduğunu və eyni zamanda Donald Trump'ın da Azərbaycan liderinə qarşı olan səmimiyyətini və onun əslində yeganə türk olduğunu söylədi ki, həm Yahudilərlə, həm də türklərlə çox yaxşı əlaqələri var və hətta ABŞ-nin vitse-prezidenti öz çıxışında zarafat da etdi sona yaxın və təbii ki, bütün bu atmosfer və bütün burada baş verənlər onu deməyə əsas verir ki, artıq yeni
səhifə açılır ABŞ və Azərbaycan diplomatiyası arasında və bununla da bağlı daha ətraflı məlumatları sizə irəliyən saatlarda çatdırmağa davam edəcək. Hələlik mənim çatdıracaqlarım bunlardan ibarətdir. İndi isə sözü yenidən sizə ötürürəm. Buyurun Novruz. Təşəkkür edirəm Sabir. Ətraflı məlumat verdiyiniz üçün xüsusi müxbirimiz Sabir Səfərov bizimlə canlı bağlantıdaydı. Azərbaycan yaşıl enerji və rəqəmsal transformasiya sahəsində Amerika Birləşmiş Ştatları şirkətləri ilə əməkdaşlığı genişləndirməyə hazırlaşır. Prezident İlham Əliyev bildirib ki, artıq 31 Amerika şirkəti bu istiqamətdə Azərbaycana maraq göstərir və ölkə süni intellekt, data mərkəzləri və enerji layihələri prioritet hesab edilir. Plana əsasən 2032-ci ilə qədər Azərbaycanda əlavə 7-8 giqavat yaşıl enerji istehsalı nəzərdə tutulur. Hazırda rəqəmsal transformasiya və süni intellektə dair layihələr üzərində işləyən Azərbaycan iqtisadiyyatı Amerika şirkətləri ilə əməkdaşlığa hazırlaşır. Prezident İlham Əliyev bu barədə Amerika Birləşmiş Ştatları Ticarət Palatasının nümayəndə heyəti ilə görüşü zamanı bildirib. Enerji, ticarət, investisiyalardan ibarət olan ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, biz indi rəqəmsal transformasiya, süni intellektə aid çox vacib sahələr üzərində çalışırıq və ümid edirik ki, Amerika şirkətləri bizim əsas tərəfdaşlarımız olacaq. Artıq yaxşı təmaslarımız var və yeri gəlmişkən siz bizim hökuməti təmsil edən nümayəndə heyətlərinin birinin səfəri zamanı bu barədə qeydlərinizi bildirdiniz. Rabitə, süni intellekt, məlumat mərkəzlərinin yaradılması sahəsində fəaliyyət göstərən şirkətlərlə geniş bir görüş oldu. İndi bu bizim üçün prioritet məsələlərdən biridir. Hesab edirəm ki, bizim çoxlu üstünlüklərimiz var. Dövlət başçısının bəhs etdiyi üstünlüklər hər şeydən öncə coğrafi yerləşmədən qaynaqlanır. Azərbaycan Mərkəzi Asiyanın, Yaxın Şərqin və Şərqi Avropanın qovuşduğu bir məkanda yerləşir. Bu əlverişli məkan region ölkələri arasında əlverişli enerji və logistika hubuna çevrilmə imkanları yaradır. Artıq bunun üçün yaradılmış neft və qaz boru kəmərləri, dəmir yolları, elektrik kabel xəttləri var. Bu infrastruktur artıq Avropa və digər yaxın bölgələrdə enerji və logistika təhlükəsizliyinin təmin edilməsinə imkan yaradır. Məsələn, Azərbaycan öz təbii qazını boru kəmərləri ilə dünyanın 16 ölkəsinə ixrac edir və bu baxımdan dünya birincisidir. Bu ölkələrin onu indi enerji çətinliyi ilə üz-üz olan Avropada yerləşir. Ölkəmiz indiyə kimi mövcud olan kommunikasiya infrastrukturu ilə Avropaya və digər ölkələrə yaşıl enerji də ixrac etmək niyyətindədir. Hazırda gerçəkləşdirilən layihələr əsasında Azərbaycan ildə 2 giqavat elektrik enerjisi istehsal edə biləcək. Amma ölkənin imkanları yalnız bununla məhdudlaşmır. Ölkənin imzaladığı anlaşmalara əsasən 2032-ci ilə qədər əlavə 7-8 giqavat günəş və külək enerjisi istehsalı mümkün olacaq. Bu, Azərbaycan iqtisadiyyatı üçün əlavə gəlir mənbələri yaradılmasına imkan verəcək. Ölkənin regionlarında minlərlə yeni iş yerləri qurulacaq. Azərbaycan bu layihələrin gerçəkləşdirilməsinə Amerika və digər ölkələrdən olan aparıcı şirkətləri cəlb etmək niyyətindədir. Görüşdə iştirak edən şirkətlərin siyahısından görünür ki, Amerikanın aparıcı şirkətləri bu layihələrə qoşulacaqlar. Birləşmiş Ştatları təmsil edən nümayəndə heyətinə 35 şirkətdən 60 iş adamı daxildir. Bu şirkətlərin çoxu uzun illərdir ki, Azərbaycanla əməkdaşlıq edir. Məsələn, Exxon hələ 1994-cü ildə əsrin müqaviləsinin imzalanmasına qoşulmuşdu. Onda Amerika şirkətləri Azərbaycanın neft sektoruna 10 milyard dollar sərmayə qoymuşlar və ölkəmiz postsovet məkanında xarici sərmayə cəlbinə görə lider mövqedə idi. Bu, həm də Azərbaycanın neft sektorunda yeni eranın başlanğıcını qoymuşdu. İndi Azərbaycan bütün energetikada yeni eraya keçid dövrünü yaşayır və bu məsələdə Amerika şirkətlərinin iştirakına böyük ümidlər var. Xəbər axşamını izləyirsiniz. Azərbaycanda bütün pensiyalar 2025-ci il əvvəlindən indeksləşdirilərək 9,3% artırılıb. Qərar 1,1 milyon pensiyaçını əhatə edir və yanvar ayı üzrə artımlar fevral pensiyası ilə birlikdə ödəniləcək. Pensiya artımları üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb və proses avtomatik qaydada həyata keçirilir. Prezident İlham Əliyevin sərəncamı ilə bütün pensiyalar 2025-ci il üzrə orta aylıq əmək haqqının illik artım göstəricisine uyğun olaraq bu il yanvarın 1-dən 9,3% indeksləşdirilməklə artırılıb. Bu qərar 1,1 milyon pensiyaçını əhatə edir.
Pensiya məbləği 500 manat olduğu təqdirdə vətəndaşımız üçün 9.3% artım 46 manat artım deməkdir və pensiya məbləği 546 manat təşkil edəcəkdir. Pensiya məbləği 1000 manat olduğu təqdirdə bu 93 manat təşkil edəcəkdir. Eləcə də vətəndaşların narahatçılıqlarını qabaqlayaraq bildirmək istərdik ki, bəzi sualları olur ki, misal üçün yanvar ayı üçün artım nəzərə alınacaqmı yoxsa yox. Bu məsələ ilə bağlı bildiririk ki, yanvar ayı üzrə artım da fevral ayının pensiyası ilə birlikdə ödəniləcəkdir. 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 543 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 578 manata çatıbsa, artıq yeni artımla orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatır. Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artım deməkdir. Buna uyğun olaraq pensiya kapitalları da eyni faiz qədər indeksləşdiriləcəkdir. Məsələn, fərdi hesabda 50.000 manat pensiya kapitalı olan şəxsin kapitalı 2800 manat artaraq 52.800 manat təşkil edəcəkdir. Bu da o deməkdir ki, pensiya kapitalı təkcə aylıq sosial sığorta ayırmaları hesabına deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirmə yolu ilə artırılır. Ümumilikdə isə 2018-ci ildən 5 sosial islahat paketi nəticəsində minimum pensiya 2,9 dəfə artırılaraq 110 manatdan 320 manata çatdırılıb. Bu il üçün pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 milyard 993 milyon manat nəzərdə tutulub ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2,3 dəfə artımın olduğunu göstərir. Bu il üçün indeksləşmə faizi nəzərə almasaq, son 5 ildə pensiya məbləğlərində təxminən 70% artım gerçəkləşdirilib. Cari il üzrə indeksləşmə faizi də nəzərə alınmaqla artımın ümumi səviyyəsi 85% təşkil edir. Yəni ki, 2020-ci ildə 500 manat pensiya alan şəxsin pensiyası indeksləşmə siyasətinə görə artıq bugün 925 manat təşkil edəcək. Yeni sərəncamla sığorta olanların fərdi hesablarında 2026-cı il yanvarın 1-nədək qeydə alınmış pensiya kapitallarının istehlak qiymətləri indeksinin ötən ilki səviyyəsinə uyğun olaraq 5,6% artırıldığını diqqətə çatdırıb. Pensiya kapitallarının artırılması da e-sistem üzərindən avtomatik həyata keçirilir. Daha bir vacib məqam, bu yanaşma yalnız ümumi şərtlərdə pensiya alan vətəndaşlara deyil, qulluq stajına görə əlavələr alan pensiyaçıları da əhatə edir. Yəni bunlar hərbi qulluqçular, hüquq mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və bu kimi qulluq stajına görə əlavə alan şəxslər də əhatə olunacaqdır. Həmçinin 2023-cü ildən pensiyaların tərkibinə daxil edilən maddi yardımlar da eyni qaydada indeksləşdirilir. Yeni pensiya artımları üçün illik əlavə olaraq 640 milyon manat vəsait ayrılıb. İndeksasiya üzrə yeni artım 2025-ci il üzrə inflyasiya dərəcəsini üstələyir. Bu artım pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan elektron sistem üzərindən avtomatik şəkildə həyata keçirilir. Ötən gün vəfat edən sabiq millət vəkili və Ana Vətən Partiyasının qurucusu Fəzzail Ağamalı ilə vida mərasimi keçirilib. Heydər məscidində təşkil olunan mərasimdən sonra mərhum Ramana qəbristanlığında dəfn edilib. Ötən gün vəfat edən sabiq deputat Fəzzail Ağamalı ilə vida mərasimi keçirilib. Heydər məscidində təşkil olunan mərasimdə mərhumun yaxınları, siyasətçilər və ictimaiyyət nümayəndələri iştirak edib. Vida mərasimindən sonra cənazə dəfn olunmaq üçün Ramana qəbristanlığına aparılıb və orada dəfn edilib. Qeyd edək ki, uzun illər siyasi fəaliyyətlə məşğul olan 79 yaşlı Fəzzail Ağamalı dünən Türkiyədə vəfat edib. O, 35 il Ana Vətən Partiyasına rəhbərlik edib. Bu yaxınlarda partiyanın sədri vəzifəsinə onun qızı Günay Ağamalı seçilib.
Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan prezident administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ev dustaqlığında saxlanılması müddəti uzadılıb. Qafqaz İnfonun məlumatına görə Səbail rayon məhkəməsi belə qərar qəbul edib. Hakim cinayət işi üzrə hərtərəfli istintaq hərəkətlərinin aparılmasını vacibliyini nəzərə alaraq Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş vəsatəti təmin edib. Qərara əsasən Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qəti imkan tədbiri 4 ay daha uzadılıb. Ermənistan vətəndaşı Ruben Vardanyanın Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və terrorçuluq maddələri üzrə məhkəməsi bu gün də davam etdirilib. Bakı Hərbi Məhkəməsində Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs rus dilində tərcüməçi və dövlət hesabına vəkillə təmin olunub. Dövlət ittihamçıları əvvəlki iclaslarda Ruben Vardanyanın ömürlük həbs edilməsini tələb edib. Zərər çəkmiş tərəf və hüquqi varisləri də onun ən ağır cəzaya məhkum olunmasını xahiş edib. Fasilə zamanı Vardanyan vəkili ilə danışıb və müdafiə çıxışından imtina edib. Söz təqsirləndirilən şəxsin vəkili Emil Babuşova verilib. Müdafiəçi çıxışında elan olunmuş ittihamla qəti şəkildə razı olmadıqlarını bildirib. Ardınca müdafiəçinin çıxışına münasibət bildirmək üçün söz ittiham tərəfinə verilib. Sonra Ruben Vardanyana söz verilib. Təqsirləndirilən şəxs son söz çıxışını eləyib. Vardanyan son söz çıxışında konkret məsələlərlə bağlı yox, ümumi sözlərlə danışıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsini oxuduğunu deyib. Təqsirləndirilən şəxs çıxışında həmçinin saxlanıldığı 2 ildən artıq müddətdə özü üçün Azərbaycan poeziyasını kəşf etdiyini deyib. Vardanyan Azərbaycanın dahi şairləri Məhəmməd Füzulinin şeirini və Hüseyin Cavidin poemasından bir hissəni rus dilində oxuyub. Bundan sonra o çıxışını yekunlaşdırıb. Zeynal Ağayev tərəflərə müraciət edərək məhkəmə baxışının nəticələri əsasında yekun məhkəmə qərarının layihəsinin variantını təqdim edib etməyəcəklərini soruşub. Tərəflər yekun məhkəmə qərarının layihəsini təqdim etməyəcəklərini bildiriblər. Ardınca sədrlik edən məhkəmə baxışının başa çatdığını elan edib. Məhkəmə heyəti müşavirədən qayıtdıqdan sonra məhkəmə hökmü elan olunacaq. Rusiya-Ukrayna cəbhəsi ilə davam edirik, çünki danışıqlarla bağlı proses irəliləsə də cəbhədə silahlar susmur. Rusiya Ukraynaya hava hücumlarını davam elətdirir. Detalları öyrənmək üçün həm Moskvaya, həm də Kiyevə bağlanacaq. Əvvəlcə Ukraynaya bağlanırıq. Emil Hüseynli, Ukrayna üzrə müxbirimiz bu saata olan ən son məlumatları bizimlə bölüşəcək. Emil, axşamınız xeyir olsun. Axşamınız xeyir Novruz. Rusiya ordusu bu günləri Ukraynanın bəzi yaşayış məntəqələrinə idarə olunan aviabombalarla zərbə endirib. Belə ki, Ukraynanın Donetsk vilayətinin Ukraynanın nəzarətində olan Slavyansk yaşayış məntəqəsinə endirilən idarə olunan aviabomba zərbələri nəticəsində xeyli sayda yaşayış evləri dağılıb və hazırda da dağıntılar təmizlənir və dağıntılar altında insanların qaldığı ehtimal edilir. Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə bu aviazərbələr nəticəsində ən azı 2 mülki şəxs həlak olub, 20 nəfər isə xəsarət alıb. Həlak olanlar ana və 11 yaşlı övladı olub. Həmçinin xəsarət alanlar arasında uşaqların olduğu da qeyd edilir və 5 nəfərin isə vəziyyəti ağır qiymətləndirilir. Həmçinin Rusiya ordusu zərbə dronları ilə Xarkov və Zaporojye vilayətlərinə də yaşayış məntəqələrinə, enerji infrastrukturlarına zərbələr endirib və dağıntılar qeydə alınıb. Xarkov vilayət hərbi administrasiyasının açıqlamasına görə bu hava hücumu nəticəsində azı 10 mülki şəxs xəsarət alıb. Və Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumata görə son sutkada Rusiya ordusu 125 zərbə dronundan istifadə edib və bu Ukraynanın 6 istiqamətinə yönləndirilib. Bunlardan 13-ü hədəfə çatıb və hədəfə çatılan əsas obyektlər isə enerji və kritik infrastrukturlar olub.
Novruzonda qeyd edək ki, paytaxt Kiyevdə yenə də ciddi enerji böhranı yaşanır. Bu günləri Ukrayna prezidenti Volodymyr Zelenski yenə su iclası keçirərək tapşırıqlarını verdi və ümumiyyətlə görülən işlərdən, yerlərdə görülən işlərdən narazılığını bildirdi və tapşırıqlar verdi ki, ümumiyyətlə problemlər qısa müddətdə aradan qaldırılmalıdır. Onu da qeyd edək ki, hələ də paytaxt Kiyevdə yüzlərlə ev istiliksiz qalıb və ümumiyyətlə paytaxt Kiyevdə sutka ərzində cəmi 5-6 saat işıq verilir. Novruz cəbhədə də döyüşləri davam edir. Ukrayna silahlı qüvvələri Zaporojye vilayəti istiqamətində hücumlarını davam etdirir və verilən rəsmi məlumatlarda qeyd olunur ki, son 2 gündə Ukrayna ordusu Zaporojye vilayətində daha 2 yaşayış məntəqəsini azad etməyi bacarıb. Bu xüsusilə də Qulyapolye şəhəri istiqamətində olan yaşayış məntəqələridir. Ümumiyyətlə, son bir həftədə Ukrayna silahlı qüvvələrinin əks hücumları davam edir və əsasən də Zaporojye vilayətində Rusiya ordusu oradan sıxışdırılaraq geri atılır. Novruz, mənim çatdıracağım bu qədər, söz sizdədir. Təşəkkür edirəm Emil, ətraflı məlumat verdiyiniz üçün. İndi Moskvaya bağlanacağıq. Çünki Moskvada Ukrayna üzrə mövzusu üzrə diplomatik proseslər də davam edir. Digər tərəfdən rəsmilərdən də açıqlamalar var. Xüsusilə Xarici İşlər Naziri Sergey Lavrovun Amerika Birləşmiş Ştatlarından bağlı açıqlaması diqqət çəkir. Detalları öyrənmək üçün Moskvaya bağlanırıq. İqbal İlqaroğlu bizimlə canlı bağlantıdadır. İqbal, axşamınız xeyir olsun. Buyurun. Salam Novruz, hər vaxtınız xeyir. Bəli, hazırda Moskvada Ukrayna mövzusu üzrə diplomatik proseslər davam edir. Lakin Kreml açıq şəkildə bildirir ki, bu yol qısa və asan olmayacaq. Rəsmi mövqelərə əsasən danışıqlar mərhələsi davam etsə də sürətli nəticələr gözlənilmir. Kremlin mətbuat katibi Dmitri Peskov bugünkü açıqlamasında bildirdi ki, Ukrayna üzrə ekspert səviyyəsində növbəti danışıqlar raundunun konkret tarixləri hələ müəyyənləşdirilməyib. Bununla belə Moskva bu mərhələnin yaxın zamanda baş tutacağını gözləyir. Peskov vurğuladı ki, beynəlxalq münasibətlərdəki problemlər öz-özünə həll olunmur və qarşıdurma bu problemlərin aradan qaldırılmasına xidmət etmir. Bu fon üzərində Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bugünkü açıqlamasında Ukrayna üzrə danışıqların mahiyyətinə toxundu. Lavrovun sözlərinə görə proses davam edir, lakin qarşıda hələ uzun bir məsafə var. Nazir bildirdi ki, hərbi ekspertlərin müzakirə etdiyi detallar çox şaxəlidir və bütün məsələlər xırdalıqlarına qədər işlənməlidir. Lavrov eyni zamanda strateji hücum silahlarının məhdudlaşdırılması müqaviləsinin bitməsinə də münasibət bildirdi və bu məsələni dramatikləşdirməyə ehtiyac olmadığını dedi. Onun sözlərinə görə müqavilə son 3 il ərzində faktiki olaraq işləmirdi. Moskva Birləşmiş Ştatların bundan sonraki addımlarını izləyəcək, lakin eskalasiyaya getmək niyyətində deyil. Nazir Birləşmiş Ştatların dolları misli görülməmiş miqyasda siyasi və iqtisadi təzyiq alətinə çevirdiyini də vurğuladı. Lavrov bildirdi ki, Vaşinqton qlobal enerji bazarlarına nəzarəti əl almağa çalışır və bu məqsədlə Rusiya nefti və qazını alan ölkələrlə fəal təmaslar aparır. Rusiya-Avropa münasibətlərinə, Avropanın Ukrayna böhrandakı mövqeyinə də toxunan Sergey Lavrov bildirdi ki, Avropanın Ukrayna ilə bağlı planları Kiyevə hərbi yardımın kəskin artırılmasını nəzərdə tutur və bu yanaşma sülhə xidmət etmir. Rusiya Xarici İşlər Nazirinin muavini Aleksandr Grushko isə vurğuladı ki, Ukrayna üzrə istənilən razılaşmanın mərkəzində Rusiyanın təhlükəsizlik zəmanətləri dayanmalıdır. Onun sözlərinə görə Moskvanın Avropaya qarşılıqlı hücumdan imtina ilə bağlı sənəd imzalamaq təklifi hələ də cavabsız qalır və bu mövqe Avropanın sülh prosesində real iştirakını istisna edir. Hərbi fonda dəyişməz qalır. Rəsmi məlumatlara əsasən ötən həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin zərbələri nəticəsində Rusiyada 100-dən çox mülki şəxs, o cümlədən 9 uşaq yaralanıb, 14 nəfər həlak olub. Rusiya Müdafiə Nazirliyi isə Zaporojye vilayətində son sutka ərzində daha bir yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü, eləcə də Ukrayna ordusunun maraqlarına xidmət edən yanacaq energetika və nəqliyyat infrastrukturu obyektlərinə zərbələr endirildiyini açıqladı.
Beləliklə, Moskvadan səslənən mövqelər onu göstərir ki, Rusiya-Ukrayna üzrə prosesi sürətli kompromislər üzərində deyil, uzun müddətli təhlükəsizlik reallıqları əsasında qurur. Kreml üçün əsas prioritet yalnız cari hərbi vəziyyət deyil, münaqişədən sonraki regional və qlobal balansın necə formalaşacağıdır. Avropanın Kiyev xəttində hərbi yanaşmanı dərinləşdirməsi, Birləşmiş Ştatların isə enerji və maliyyə alətlərini siyasi təsir mexanizmə çevirməsi fonunda Moskva təhlükəsizlik zəmanətləri olmadan heç bir razılaşmanın mümkün olmadığını açıq şəkildə ortaya qoyur. Novruz bu saata Moskvadan çatdırmaq istədiklərim bunlar idi. Söz yenidən sizdədir. Təşəkkür edirəm İqbal, ətraflı məlumat verdiyiniz üçün. Rusiya-Ukrayna cəbhəsində baş verən ən son informasiyaları bizə Moskvadan və Kiyevdən bürolarımız çatdırdı. Xəbər axşamını izləyirsiniz. İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneyi 2000-dən çox məhkumu əfv edib. İran mediası yazır ki, Xameneyi müxtəlif cinayətlərə görə məhkum edilmiş 2108 məhkumun əfv edilməsinə və ya cəzasının yüngülləşdirilməsinə razılıq verib. Qeyd edək ki, İran məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhseyn Ejeyri Xameneyiyə yazdığı məktubda Şaban ayı və İslam İnqilabının 47-ci il dönümü ilə əlaqədar məhkumların əfv edilməsini və ya cəzasının yüngülləşdirilməsini xahiş edib. Davam edirik. İtaliyanın Alp dağlarında son bir həftədə baş verən qar uçqunları 13 nəfərin həyatına son qoyub. Xilasedicilərin məlumatına görə qeyri-sabit qar örtüyü xüsusilə traslardan kənar ərazilərdə ciddi təhlükə yaradıb. Rəsmilər isə bildirir ki, qış olimpiya yarışlarının keçirildiyi bölgələr nəzarət altındadır və təhlükəsiz hesab olunur. İtaliyanın alt dağlarında son günlər qeydə alınan qar uçqunları rekord sayda insan itkisinə səbəb olub. Rəsmi məlumata görə bir həftə ərzində 13 xizəkçi, alpinist və turist həyatını itirib. Onların 10'u uçqun nəticəsində həlak olub. Xilasedicilər bildirirlər ki, son qar fırtınaları və güclü küləklər qar qatlarını zəiflədərək xüsusilə riskli şərait yaradıb. Alp dağlarının Fransa, İsveçrə və Avstriya ilə sərhəd bölgələrində təhlükə səviyyəsi yüksək qiymətləndirilib. Mütəxəssislərin sözlərinə görə belə şəraitdə hətta bir xizəkçinin hərəkəti və ya qarın öz çəkisi belə uçquna səbəb ola bilər. Hadisələrin əksəriyyəti nəzarətsiz, xüsusi hazırlanmış traslardan kənar ərazilərdə baş verib. Rəsmilər vurğulayıblar ki, qış olimpiya yarışlarının keçirildiyi Lombardiya və Cortina d'Ampezzo bölgələrində təhlükə yoxdur. Bu ərazilər daimi nəzarət altındadır və idmançılar üçün təhlükəsiz hesab olunur. Təkcə həftə sonu Lombardiyada 2, Trentino'da 3, Cənubi Tirolda isə bir xizəkçi uçqun altında qalıb. Bundan başqa 2 turist və bir buz alpinisti də dağlıq ərazilərdə həyatını itirib. Eyni zamanda Cortina d'Ampezzo'da yarış zamanı yıxılan Amerikalı xizəkçi Lindsey Vonn helikopterlə xilas edilərək xəstəxanaya çatdırılıb. Həkimlər onun ayağında sınıq olduğunu açıqlayıblar. Xilasedicilər dağlara üst tutanlara uçqun xəbərdarlıqlarını diqqətlə izləməyi və qar örtüyü sabitləşənədək riskli marşrutlardan çəkinməyi tövsiyə edirlər. Deməli, telefon izləmə tətbiqləri təqdim edən bir şirkətlə bağlı böyük həcmli məlumat sızması baş verib. Hadisə nəticəsində yarım milyondan çox istifadəçiyə aid ödəniş və əlaqə məlumatları internetdə yayılıb. Mütəxəssislər bildirir ki, bu rəqəmsal insident təhlükəsizlik və şəxsi məlumatların qorunması ilə bağlı ciddi narahatlıq yaradıb. Bir aktivist istehlakçılar üçün nəzərdə tutulmuş Stockware tipli telefon izləmə tətbiqlərini təqdim edən provayderdan yarım milyondan çox ödəniş qeydini ələ keçirib. Nəticədə başqalarını gizlicə izləmək üçün pul ödəyən müştərilərin elektron poçt ünvanları və qismən ödəniş məlumatları ifşa olunub. Məlumatların Ukraynada qeydiyyatdan keçmiş Struktura şirkətinə bağlı xidmətlərə aid olduğu bildirilib. Şirkət Geofinder, Umobix, PickViewer, XNSpy kimi telefon izləmə tətbiqlərini təqdim eləyir.
Bu proqramlar quraşdırıldığı cihazdan zəng tarixçəsi, mesajlar, şəkillər, internet fəaliyyəti və dəqiq məkan məlumatlarını toplayaraq onları tətbiqi quraşdıran şəxsə ötürə bilir. Sızma şirkətin internet saytındakı sadə təhlükəsizlik boşluğu nəticəsində baş verib. Özünü Wikit ləqəbi ilə təqdim edən aktivist məlumatları əldə etdiyini və daha sonra Hacker forumunda paylaşdığını bildirib. Qeyd olunub ki, oxşar izləmə proqramları son illərdə dəfələrlə kiber hücumlara məruz qalıb. Bir çox hallarda həm istifadəçilərin, həm də izlənilən şəxslərin şəxsi məlumatları kifayət qədər qorunmayıb. Ekspertlər bildiriblər ki, bu tip tətbiqlərin istifadəsi bir çox ölkədə hüquqi mübahisələr doğurur və şəxsi həyatın toxunulmazlığı ilə bağlı ciddi suallar yaradır. Son insident isə rəqəmsal təhlükəsizlik və məlumatların mühafizəsi məsələsini yenidən beynəlxalq gündəmə gətirib. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Sudanın El Faşer şəhərində baş verən ciddi insan haqları pozuntusunu fəlakət kimi dəyərləndirib. Onun sözlərinə görə mühasirə və zorakılıq nəticəsində minlərlə insan həyatını itirib, 10 minlərlə sakin isə evlərini tərk etmək məcburiyyətində qalıb. Volker Türk beynəlxalq ictimaiyyəti məsul şəxslərin cavabdehliyi təmin etməyə çağırıb. Either through pressure on communities or through direct. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk, Cenevrədə keçirilən İnsan Hüquqları Şurasının iclasında Sudanın Əl-Faşar şəhərində ötən ilin oktyabrında baş verən hadisələrə toxunub. Türk bildirib ki, 18 ay davam edən mühazirə, aclıq və bombardmandan sonra çevik dəstək qüvvələri tərəfindən geniş miqyaslı zorakılıq dalğası baş verib. Onun sözlərinə görə bir neçə gün ərzində minlərlə insan öldürülüb, 10 minlərlə sakin isə qorxu içində evlərini tərk eləyib. Ali Komissar yanvar ayında Sudanın şimal ştatında yerləşən məcburi köçkün düşərgələrinə səfər etdiyini və şahid ifadələrini dinlədiyini deyib. O, kütləvi qətillər, mülki şəxslərin məhkəməsiz edamı, zorakılıq halları və qeyri-insani rəftar barədə məlumatlar aldığını vurğulayıb. Volker Türk əlavə eləyib ki, cinsi zorakılıq hallarının sistemli xarakter daşıdığı iddia olunur və beynəlxalq ictimaiyyət məsul şəxslərin cavabdehliyini təmin etməlidir. Xatırladaq ki, Sudan 2023-cü ilin aprelində ordu ilə çevik dəstək qüvvələri arasında hakimiyyət uğrunda mübarizənin açıq silahlı qarşıdurmaya çevrilməsindən sonra dərin böhran yaşayır. Münaqişə nəticəsində 10 minlərlə insan həlak olub, milyonlarla şəxs isə didərgin düşüb. BMT rəsmiləri beynəlxalq ictimaiyyəti Sudanda zorakılığın qarşısını almaq və humanitar vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlər görməyə çağırır. Kolumbiyada daşqınlar həyatı iflic eləyib. Daşqın səbəbindən 69 min ailə ciddi zərər görüb. Şimal bölgələrində fövqəladə vəziyyət elan olunub. Humanitar yardım göndərilir. Şəhsiz görüntülər var, izləyək. Və sonda ölkə havası haqqında, çünki bəzi bölgələrdə qar yağır, bəzilərində yağış yağır və hava soyuqdur. Bəs belə hava nə vaxta qədər davam eləyəcək? Daha ətraflı Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovadan eşidək. Fevralın 10 səhər saatlarına olan məlumata əsasən, hazırda ölkə ərazisində yağıntı və küləkli hava şəraiti müşahidə olunur. Əksər ərazilərə yağış, bəzi bölgələr isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahbuzda 37, Qaxda 25, əksər rayonlarda isə 6 sm-də qeydə alınır. Bir sıra ərazilərdə isə güclü şimal-qərb küləyi əsir.
Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Şahdağ və Neftçalada 20, Daşkəsən və Naftalanda isə 18 metr saniyədə güclənir. Bugün fevralın 10-u və 11-də Bakıda və Abşeron yarımadasında fasiləli yağıntılı hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə sulu qar yağacaq. Onunda yağıntıların qısa müddətdə intensivləşəcəyi ehtimal olunur. Güclü şimal-qərb küləyi 11-i gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 2-5 dərəcə isti olacaq. Bölgələrdə də 10-u və 11-də yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə qar yağacaq. Ayrı-ayrı rayonlarda isə yağıntıların intensivləşəcəyi ehtimal olunur. 11 axşam saatlarından yağıntılar tədricən kəsiləcək. 12-si Bakıda və Abşeron yarımadasında və bölgələrdə hava şəraiti mülayimləşəcəyi, əksər yerlərdə yağıntısız hava şəraiti müşahidə olunacağı gözlənilir. 10-u və 12-sində yağıntılı və şaxtalı hava şəraiti əlaqədar olaraq əsasən dağlıq və dağlıqlı rayonlarda yolların buz bağlayacağı ehtimal olunur. Qısa fasilədən sonra xəbər axşamı 2-ci saatı ilə davam edəcək. Bizi izləyin.